Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Ekrana yaxın əyləşin. Möhtəşəm bir evin çəkilişinə gəlmişik. 3 sotda inşa olunub. Evin həyətyanı sahəsi gördüyünüz kimi yaşıllıq salınıb, meyvə ağacları əkilib. Həyətyanı sahədə sanitar qovşağı və texniki otaq var. Geniş bir şəkildə götürək. Həqiqətən çox geniş həyətyanı sahəsi var. Nəzərinizə çatdırım ki, ev Yeni Bakı yaşayış kompleksinin tam arxa hissəsində yerləşir. Yəni Yeni Bakıya tam yaxın bir ərazidə yerləşir. 517 və 525 marşrutun yaxınlığında yerləşir. Bütün yaşayış obyektlərinə yaxındır. Hündür zirzəmisi var. İstilik sistemi kombidi işləy vəziyyətdədir. Bütün otaqların altı açıqdır. Evin yan və arxa hissələrinə keçid rahatlıqla keçid baxmaq olar, yəni boş sahəsi qalır. Hündür kürsü üzərində inşa olunub. Nəzərinizə çatdırım ki, evin sənədi torpağın çıxarışıdır. Sanitar qovşağı və hamamı ayrı-ayrılıqda yerləşir. Qiyməti inşallah axırda vurğulayacağım. Həqiqətən bu qiymətə belə gözəllikdə bir ev tapmaq çətin məsələdir bu dəqiqə satış bazarında. Biz sizlər üçün tapmışıq, çəkirik və təqdim edirik. İnşallah arzusundan olan hər bir kəsə qismət olsun. Nəzərinizə çatdırım ki, evimiz qismən əşyalı satılıb. Keçək qonaq otağını göstərək. Kifayət qədər geniş, böyük bir qonaq otağı var. Pəncərəsi öz həyətinə baxır. Bütün otaqların pəncərəsinin qarşısı açıldı, bir müayinəyə yoxdur. Yataq otaqlarından birincisini göstərək. Kifayət qədər geniş bir otaqdır. Və təkrar eləyim, bütün pəncərələrin hər birinin qarşısı açıldı. Yataq otaqlarının ikincisi, yəni sonuncusu. Və ən sonda mətbəx. Təkrar eləyim, evimiz qismən əşyalı olaraq satılır. 3 sotda inşa olunub. Və ən sonunda gələk qiymətə. 85.000 manata təklif olunur. Evimiz isə 3 otaq qanuni 100 kvadratdan ibarətdir. Sağ olun, sağlıqla qalın. İnşallah belə gözəl ev və mənzillərin qarşınıza çıxması üçün kanalımıza dəstək olub abunə olmağı unutmayın.